Yəni, sonra gedək, çünki zaman qutaracaq, axıra kimi fikrimi çatıra bilməyəcəm. Biz mütləq, bunların da ki, biz mütləq xəstəyə ilkin olaraq baxmalıyıq. Baxandan sonra sözsüz bizə MRT də lazım olacaq, KT də lazım olacaq ki, vəziyyətə uyğun yumuşaq toxumaları dəyərləndirək, EMG lazım olacaq, baş beyin funksiyaları, amma biz əstəğfurullah bir söz var, nevropatoloqsuz heç vaxt işləyə bilmərik. Əgər bu neyromuskulyar skalyozu mənmi bir başqa həkimi müalicə eləmək istəyirsə, birinci nevropatoloqdur, ikinci bizik. Nevropatoloqun təyinatı olmaqla yanaşı biz işləməliyik, reabilitasiya eləməliyik. İndi nə edəcəyik, mən onu sizə təqdim edəcəm. Bəzən isə heç bir həkimdə olmadan pasiyent yaxınlaşır, biz onu birbaşa nevropatoloqa göndəririk, diaqnoz dəqiqləşir. Nevropatoloqun bizə verdiyi təyinatı demək olar ki, biz yerinə getiririk. Burada lordoz vəziyyəti, kifoz vəziyyəti, kifolardoz vəziyyətimiz. Bəs bizim öz üsullarımız nədir? Bizim üsullarımız nədir? Dünyanın qəbul etdiyi üsullar. Necə biz müayinə edirik? Rester xəttinə baxırıq. Rester xətti nə qədər açıqdırsa, deməli, biz daha yaxşı nəticə əldə edə biləcək. Artıq burada sentez testi, yəni ki, artıq biz əl biləyi biz yoxlamırıq, çünki axırıncı protokollar boyun nahiyəsini daha çox yoxlamalıyıq. Davamlı tez-tez gedək. Hamısında demək olar ki, çanaqda fərq yaranır. Hamısında. Amma bugün biz deyək ki, hə, bu çanağı biz düzəldəcəyik, necə ki, idiopatik skalyozda, o mümkün deyil. Çünki burada əzələlər baş beyindən mərkəzi və sensor sinirlərdən o qədər yığılır ki, davamlı gedək. Yenə, bəs nə üçün biz skalyozometrdən istifadə edirik? Yəni, deformasiyanın artmasını daha dinamikasını izləmək. Çox vaxt telefonlarda skalyozometrin proqramması olur. Valideynə belə təklif edirik ki, dinamikanın artmasını sən o cür yox, yəni müşahidə elə, davamlı gedək. Bu da yenə də ki, qabıqa defa. Baxın, mən burada nə yazmışam? Nevroloji xəstələr çox vaxt nevroloji diaqnozdan dünyasını dəyişmir. Nevroloji xəstələr skalyozda yaranan tənəffüs çatışmamazlığından dünyasını dəyişir. Çünki heç vaxt onlar, məsələn, 22 yaşında xəstə gəlir, hələ bir dəfə skalyoza görə bərpa götürmüyor. Davamlı. Miyelomeningocele. Bu hissəni biraz sürətlə gedək. Baxırsın, Duchenne miyodystrofiyası. Əzələlər necə öz keyfiyyətini itirir və pəncə üzərində yerilir. Akilis vətəni də dartılır. Sonra miyelomeningocele. Təsəvvür edin ki, bugün klinikada 25 yaşında xanım var, ailə qurmaq istəyir. Amma miyelomeningoceledən əməliyyat olub və bu yaşa qədər də böyük bayra getməyini, vəsiyyət etirazını saxlaya bilir. Bu vəziyyətdə onun ailə qurması, amma həmin patologiyanı ana vəsindən ana bilməlidir. Və əməliyyatını zamanında elətməlidir ki, böyük hesabla üzbəyüz qalmasın. Davamlı gedək. Bunlar neyromuskulyar skalyozlar. Yenə də gedək. Yəni, sadəcə bu görüntülərlə yenə də davamlı gedək. Spondyloepizodisplaziya. Sonra görüntülər bütün xəstələrdə demək olar ki, nedir bu? Təsəvvür edin ki, bütün xəstələrdə görüntülər eynidir. Nedir bu? Eyni vəziyyətdə gəlir.
Yox, mən eləmədim. Bizim xəstələri təqdim edəcəm. Periferic serebral iflic. Görürsünüz, əzələlərin yığılması hesabına 40 dərəcə onurğa əyriliyi yaranır və 9 yaş səfalar. Sən xəstədir. Və ona nə etdik biz klinikada? Cücə də elə bil. Növbəti Fikrim başqa yerdə. görürsünüz, Almaniyanın Ketlin Şurot üsulu ilə klinikada işləyirik və klinikada 4 nəfər var Şurot terapist. Onların 3 nəfəri bugün buradadır. Gülnar xanım siz, Aynur xanım siz, Azay bəy siz, Səməd olmasa bir qalın. Xahiş edirəm, Şurot terapistlərimizlə tanış olun. Yəni, sona qədər görəcəksiniz ki, onlar bu xəstələrlə necə işləyib, necə əziyyət çəkirlər. Belə etməsək, neyromuskulyar xəstələrdə şurut üsulu ilə işləməsək, neyromuskulyar xəstələrdə istədiyimiz effekti ala bilmirik. Davamlı gedək. Masaj barədə deyə bilərəm. Çünki elə ağrılı skalyozlar olur ki, neyromuskulyar skalyozlar. Miyofasiyal sindrom trigger nöqtələri işləməklə həmən ağrıları götürmək lazım gəlir. Amma bu bütün neyromuskulyar skalyozlara aid deyil. Əksəriyyətinə əks göstərişdir. Burada şiar malformasiyası görürsünüz, beyin omurğa beynində olan patologiya və şiar malformasiyası. Və bu çox çətin bir patologiyadır. Demək olar ki, biz öhdəsindən tam gələ bilmirik. Yəni, boynumuza alaq. Spina bifida. Spina bifida ilə əməliyyat olur, amma skalyoz yaranır. Spina bifidadan əməliyyat olur və patologiyalardan qalxır, amma valideyn skalyozun əlində qalır. Deməli, növbəti parça baxaq, hidrotrol üsulu ilə işləyərək onu çalışırıq ki, normala gətirək. Epilepsiya və neyromuskulyar skalyoz. Epilepsiya. 19 yaş, davamına baxaq. Görürsünüz, həm də bu uşaqda əqli gerilik var. Həm psixoloqun nəzarətində, həm nevropatoloqun nəzarətindədir. Amma onu da görürsünüz, Azay bəy şurut terapi ilə işləyərək normala gətirir. Amma epilepsiyanın xəstəmizə masaj da edə bilirik. Təsəvvür edin ki, klinikada əgər 150-yə qədər prosedura varsa, bizim qolumuz bağlanır neyromuskulyar skalyozdan. Çox zaman ancaq lazım gələndə elektroterapiya, lazım gələndə masaj, bir də əsas işimiz şurut terapi ilə işləməkdir. Davamlı gedək. Serebral iflic, deməli 23 yaşda neyromuskulyar iflic. 68 bucaqla müraciət edib. Cəmi 2 kurs müalicə aldı və bütün hərəkətləri biz valideynə öyrətdik ki, evdə də onları eləməlidir. O görüntüyə baxın, yəni valideyn evdən bu necə deyil, bir beqavoy lazımdır, bir zəng lazımdır. 2 dənə 2 metrəlik çubuq, bir şibet divarı və daima o hərəkətləri eləməlidir. Umuydu şultun elməyib. Friedrich ataksiyası. Siz indi şahid olunuzmu ki, həm ifliclər, həm Friedrich ataksiyası, həm serebral, hər bir neyromuskulyar, ayrıca bir şöbə var neyromuskulyar skalyozlar üçün. Bizdə ikinci mərtəbədə neyromuskulyar skalyozlar üçün ayrıca şöbə var.
siyasi. 2 nəfər qoluna girərək gətirmişdilər Amerikaya və biz effekt əldə etdik. Birinci effektimiz nə oldu? Arabada gətirmişdilər uşağı. İməkləməyi, aşağı ətraf əzələlərini tonusa gətirəndə yuxarı ətraf, aşağı ətraf əzələlərini artıq o növbəti kadra baxın, görürsünüz artıq 12-ci günündə o yavaş-yavaş iməkləməyə başladı. Amma sonra artıq 2 nəfər yox, 1 nəfərin qolundan tuta-tuta yeriməyi qazandı. Onu yeritməyi bacardı. Neuromuskulyar skalyoz bu 5 yaş. hansı xəstəlikdir? Anadan gəlmə omurtqu çıxığı Displaziya. olan patologiya. Davamına baxın, ayrıl. Aylin. Spinal bayağı söylədim. Yəni spinal Aylin. Görürsünüz, artıq atrofiyadır. SMA. Demədim ki, düşün, onurğanı düzləndirən əzələnin anadan gəlmə tonussuz olması. Ona da yenə işləmişik vegetoterapiya ilə və şuroterapiya ilə. Bu serebral iflic olmalıdır bu xəstəmiz. Artıq müalicənin sonunda o başda biz dururduq, o addımını atırdı. Amma buna qədər yeriməmişdi. Və həm valideyn, həm bizim sevinirdik buna ki, uşaq da o qədər səmimi, o qədər rahat uşaq verir. Yeriməyinə o qədər sevinirdi ki, çünki bu yaşına qədər o yeriməmişdi. Davamlı gedək. Görürsün, ona da elektroterapiya elədik, şununla işlədik, magnetoterapiya elədik. Sonra biz nə etmədik? Biz ancaq burada hansı müalicələr son vaxtda təcrübə olunur, onları qeyd eləmişəm. Amma biz multidisiplinar işləməliyik. Biz psixiyatrdan 1, nevropatologdan 2, travmatolog ortopeddən 3, nevrocərrahla 4. Biz bir yerdə işləməsək, bu xəstələr zaman itirdikcə həyatlarını itirirlər. Əksəriyyəti hansı yaşa qədər yaşayır, bəzən heç diaqnozu da valideyn bilmir, bir neçə yerə müraciət edir, ondan sonra həkim yoldaşlarım ifadə etdilər, genetik analiz belə vermirlər, diaqnozlarını dəqiqləşdirmirlər, gecikirlər, gecikmək həmin uşaqların həyatı hesabına başa gəlir. Burada ümumi sözləri yazmışam. Adətən bu xəstəlikdə mən alternativ təbabətə üstünlük verirlər. Əgər mənim idiopatik skalyozlarda Amerikaya göndərdiyim elmi işim təsdiqləndisə, düzdür. Amma mən neuromuskulyar xəstəliklərdə alternativ təbabətə üstünlük verirlər. Burada protokol necə yazıbsa, o cürdə biz idarə etməliyik. Bilirəm də ki, biz nevropatoloqla birləşəndə qəşəng nəticə əldə edirik. Yetər ki, xəstə gecikməsin. Hamımız bir yerdə işləməliyik, bunu edir. Sonra tamamı gedək, zaman çox geçdi. Demək olar ki, yoxdur. Yəni, mən sizə diqqətinizə görə təşəkkür deyəcəm. Nəysə biraz necə deyim, yaxşı izah eləmədimsə, Doktor.
yeni invazif muhacir